paylaşdım və Cnozun səhifəsində Luboy 2 dənə məhsul cəmi 11 manata düşür. 2 dənə məhsul 11 manat pul verirsiniz. Yəni ki, belə bir aksiya var idi, çox sərfəli həqiqətən. Və mən paylaşdım, nə qədər izləyicim əldə elədi Cnozdan məhsulları. Çünki adətən mağazalarda 15 manat, 17 manata siz bir dənə məhsul alırsınız. Amma orada bilməm də fürsət idisə, mən özüm üçün də vurdum. Mama üçün o yaşıl kremlərdən. Amma o stories mən paylaşmışam dünən. Bugün mənə yazdılar ki, o aksiya yoxdur axı. Orada yazılıb 30 dəqiqə, 37 dəqiqəyə bitir aksiya. Belə aksiyalar trendi yolda adətən bir neçə saatlıq olur və hətta o aksiyalar ziyana işləyir. Amma bu fürsətdən istifadə edərək siz sərfəli nəsə bir məhsul əldə edə bilərsiniz. Havayi. Həqiqətən 2 dənə Cnozun məhsulu 11 manata havayidir. Kim əldə edibsə afərin, amma o aksiya bitir və mən yalandan demirəm ki, orada yazısı da var da, yəni ki, alanlar onsuz da alıb. Ona görə mən paylaşdığı linklərə diqqətlə yanaşın. Çalışıram yalnız sərfəli məhsulları paylaşım. Küçük oldu. Şöyle emin olum ama eğer şansın varsa anne baba... Əgər sən də gəlin köçürsənsə, bu səhvləri nə badə eləyəsən. Hər şey son günə saxlama. Əsasdakı nişanı və yaxud toyu altı bazara salmaq istəyirsənsə, həm paltar, həm məkan mütləq əvvəlcədən danışmalıdır. Çünki aylar qabaq bron var. Misal üçün gəlinliyi bəyənmisiniz, həm də ki, qiyməti münasibdir, yaxşıdır, amma sonra öyrənirsiniz ki, həmin tarixə və yaxud o gündən bir gün əvvəl həmin gəlinlik prokatdadır. Sonra da təəssüflənirsən, deyirsən ki, kaş ki, mən bunu əvvəlcədən düşünərdim. Ona görə məndən sizə kiçik bir məsləhət. Ən azından 3-4 ay əvvəlcədən bunların hər şeyini məşğul olmaq lazımdır. Həm arxayın olasınız, həm də ki, hər şey ürəyinizcə olacaq. Mənim fikrimcə yenə də gəlinliyi almaq mənası yoxdur. Bir dəfə geyinilir deyə. Sonra evdə yer tutacaq, sonra hara geyinəcəksiniz. Ona görə ən doğru yol düşünürəm ki, prokat almaq. Ağır bir model mən istəmirdim. Toyda rahat əylənmək üçün. Seçimi də qızlar artıq eləmişəm. Təbii ki, sizin köməyi ilə. Siz isə kanala abunə olmağı unutmayın. Deyilənə görə Olivia'da 60%'dək indirim var. Görəsən elədir? Gəlin birlikdə baxaq. Tivajın pomadaları düşüb 5 manat 99 qəpiyə. Hər bir məhsulun kifayət qədər testeri də var. Hələ bu jelye formasında olan ənlik dəhşət viral olub. Hədiyyəlik setləri bu başdan alıb mütləq rafa qoymaq lazımdır. Nasçidan bu seti görəndə mən şəxsən əridim. İçində həm fırçalar, həm də ki dəhşət şirin sponjlar. Sanki pirojnadan adam yemək istəyir. Və cəmi 23.99. Həm ətir, həm sırğa bir yerdə set olaraq. Tam səmimi deyirəm ki, sizə bu məhsulu birinci dəfədə ki 9 manata hardasa görürəm. Yadınıza gəlirsə, blogda göstərmişdim. Bunu mən qaymanama almışdım. Hal-hazırda gözəl indirimdədir. L'Oreal'in məhsulu 7 manat. Elə bu toniklə L'Oreal'in bu kremi də istifadə edəsəm, olacaq dəhşət. Uzun sözün qısası, Olivia'ya mütləq göz gəzdirin. Buradan alışverişsiz çıxmaq qeyri-mümkündür. Gəlmişəm alışverişə, həm də ki eyni zaman sizin üçün vlog çəkirəm. İki pudra arasında qalmışam, ikisinin birini götürəcəm. Amma bilmirəm neyinə fərqlənir. Buradakı qızlardan soruşum gərək. Bu qədər şey almışam. Dəhşət. Olivia'dan məhsul çox almışam, amma diqqətimi bu şampun çəkdi. Nivea markasına aiddir və üçü birindədir. Yəni ki, bu həm əl sabunudur, həm gel duşadır, həm şampundur, həm kondisionerdir. Heyif ki, diş pastası və ayaqqabı şampunu deyil də. Yəni ki, 7 birində, 10 birində məhsulları bilirsinizsə, mənə mütləq tövsiyə edeyim, çünki bizdə evdə yer azdır, mənim məhsullarım çoxdur. Ruslan Çiko üçün isə belə bir şey almışam. Ruslan, hər şey bununla hərləmək olur. Bax, qab da yuya bilərsən bununla, nə bilim, başqa da yuya bilərsən. Çox tatlıdır. Bu deyəsən kofe dadıyladım. Baxaq. Aşırı dərəcədə şirin deyil. Bir dənə razmerinə baxın. Hər biri çox dadlı idi. Favoritim isə banan oldu. Sifariş elədim səhifəsini aşağıda qoydum.